olmuşdur. Bakı Dövlət Universitetində çalışmış, yüzlərlə tələbə yetişdirmişdir. Azərbaycan ədəbiyyatına, poeziya, dramaturgiya və publistika sahəsində dahi əsərlər bəxş etmişdir. Bəxtiyar Vahabzadə yaradıcılığına məktəbimizin dil ədəbiyyat müəllimi Tərənə Lətifovanın dilindən nəzər salaq. Danışmaq üçün söz verdiyiniz əvvəlcə təşkilatçılara, hər bizə təşəkkür edirəm. Çox sevindim Bəxtiyar Vahabzadə haqqında danışmaq üçün məni seçdiyiniz. Bax, bugün biz Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə yığışmışıq. İlk şairdir Bəxtiyar Vahabzadə. Həm gənclik, həm ahıllıq, bütün yaş dövrünün şairidir. Kimdir Bəxtiyar Vahabzadə? Bəxtiyar Vahabzadə böyük bir şairdir. Biz Nizami haqqında danışanda deyirik ki, Nizami bəşəriyyətin şairidir. Məhəmməd Füzuli haqqında danışanda deyirik ki, Məhəmməd Füzuli şərqin böyük dühasıdır. Nəsimi insanlığın haykıran səsidir. Humanizmə, insanlığa, demokratiyaya çağırış səsidir. Bəs Bəxtiyar Vahabzadə kimdir? Bəxtiyar Vahabzadə həm şərq dünyasının, həm də Türk dünyasının böyük şairidir. Allahın lütfüdür Bəxtiyar Vahabzadə bizim üçün. Çünki Bəxtiyar Vahabzadə yaradıcılığa başladığı gündən əsas sözü vətənpərvərlik olur. O bir cəsarətli insan. Ölənə qədər də o öz sözünü xalqı hər zaman vətənini sevməyə, dilini sevməyə, cəsarətli olmağa çağırır. 2-ci ildə qeyd olunan 100 illik yubileyi yalnız bir tarixi il dönümü deyil, həm də milli yaddaşımızın, əbədi düşüncəmizin yenidən dərk edilməsinə təkan verir. Vahabzadə yaradıcılığı 20-ci əsr Azərbaycan poeziyasının ən parlaq səhifələrindən birini təşkil edir. Şairin yaradıcılıq yolu həm zamanın çətinliklərini, həm də xalqın azadlıq arzusunu özündə əks etdirmişdir. Onun əsərlərində bir tərəfdən insana, ana dilinə, sevgi və dostluğa dair dil köçkünlük təşkil edirsə, digər tərəfdən vətən, millət, bölünmüş torpaq, siyasi haqsızlıqlar kimi mövzular xüsusi yer tutur. Anaların laylasından, babaların tarlasından, el toyundan, el yasından, səni içdim, udum, ana yurdum, ana yurdum. Dağ gülündə, bağ qarında, sev suların axarında, palıdların müqarında, səni gördüm, ana yurdum. Ana yurdum, ana yurdum, yay mehində, yaz şehində, quşlarının cəhcəhində, el qəmində, fərəhində, səni duydum, ana yurdum, ana yurdum, ana yurdum. Füzulinin ah səsində, Üzeyrin nəğməsində, Ələsgərin ləhcəsində, səni andım, ana yurdum, mənim andım, ana yurdum. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dili adlanır bizim ilk dərsliyimiz. İlk mahnımız laylanı anamız öz südü ilə içirdi ruhumuza, bu dildə gülə-gülə. Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır. Bu dil bir-birimizə əhdi peymanımızdır. Bu dil tanıtmış bizə bu dünyada hər şeyi. Bu dil əcdadımızın bizə qoyub getdiyi ən qiymətli mirasdır. Onu gözlərimiz tək qoruyub nəsillərə biz də hədiyyə verək. Ana dilim, səndədir xalqın əqli, hikməti, ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin sənəti, ey dilim, qüdrətinlə dünyalara yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır. Səndə neçə millik, mənim mədəniyyətim, şan şöhrətim saxlanır. Mənim ana dilim, mənim kimliyim, pasportum, özümə öz hakimliyim. Mənim mənliyimin füsunkarlığı, danışan kamalı, ağlıdır dilim. Millətin varlığı, yurdun varlığı, sənin varlığına bağlıdır dilim. Sənsiz adım haram, vətənim haram, ana südü kimi halalım dilim. Harda sən varsansa, orada mən varam. Ey mənim ulduzum, hilalım dilim. Dramları yalnız səhnə üçün deyil, həm də oxucu üçün düşüncə materialıdır. Bəxtiyar Vahabzadə həm də dil və milli kimlik məsələləri
öyrənən, həssas yanaşan ziyalılardandır. Ana dilinin qorunmasının milli varlığımız üçün vacibliyini daim vurgulamış, bu mövzuda onlarla şiir və məqalə yazmışdır. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni bir iqlimdə böyümüşük biz. Səni də, məni də böyüdən vətən, sənə də anadır, mənə də ana. Sən də cavabdaysan, mən də hər zaman vahid anamızın xoşbəxtliyinə. Vətəndaş, nə gözəl səslənir bu söz. Yəni, bir qaynaqdan su içmişik biz. O su qəlbimizdə coşdu, qaynadı, eyni bir ad ilə tanıtdı bizi. Vətənin ünvanı, vətənin adı, xatırlatdı bizə vəzifəmizi. Abzadənin bir başqa güclü yaradıcılıq xətti isə vicdan və mənəviyyat fəlsəfəsidir. Onun vicdan poeması insanın daxili aləmini, saf və kirli tərəflərini, seçimlərinin nəticələrini dərindən analiz edir. Şairə görə cəmiyyətin sağlamlığı insanın vicdanı ilə ölçülür. Bu fikir günümüzdə də aktuallığını qoruyur. İki yolun ayrıcında dayanıb, gah o yandan, gah bu yandan qorxuram. Divdən deyil, milçək qədər gücü ilə öz-özünü div sayandan qorxuram. Haqq evində haqq divanı qurulmuş, hər qazancın öz bahası sorulmuş, təmənnası boynumuza yük olmuş, bağışlanan şərəf şandan qorxuram. Bu dünyadan umacağım mizandır. Qorxduğum kəs bu mizanı pozandır. Tox gədanın qudurması yamandır. Acandan yox, mən doyandan qorxuram. Uyuruqsa nəfs adlanan elçiyə, tüpürürük vicdan kəsən ölçüyə. Odur verən düz qiyməti hər şeyə, vicdanından qorxmayandan qorxuram. Bir budağı, iki gözü, biri sensen, biri mən, biri sensen, biri mən. Bir almanın iki yüzü, biri sensen, biri mən, biri sensen, biri mən. O şahsimin titremez, biri sensen, biri mən. Bir pərdenin iki sesi, biri sensen, biri mən, biri sensen, biri mən. Ömür keçir bir su kimi, könlümdə sən arzu kimi. Ömür keçir bir su kimi, könlümdə sən arzu kimi. Yelkandım vətənimdir, mən gah odam, gah suyam. Bu torpaqdan yarandım, bu torpağa borcluyam. Xoşbaxtam ki vətənim, xoşbaxtam ki vətənim. Azərbaycandır mənim, Azərbaycandır mənim. Gürlər üstü uçan qaçan bir qaygısız kəpənəkdir. Çiçəklərin ürəyində sənən şirin bir diləkdir. Gecələr bulaq başı onun sözüməsidir. Gecələrin sirdaşı, gecələrin sirdaşı. Bir millətik, iki dövlət, eyni arzu, eyni niyyət. Hər ikisi cümhuriyyət, Azərbaycan, Türkiyə. Yadındamı ötən günlər, qəm çoxalır, azalır. Üstümüzdə, alnımızda o illərdən izlər qalır. Ağacdan yarpak düşür, bir ömrün günləri tər. Susur ayna bulaqlar, susur çəmən dağdara. Köçür durna qatarı, uzaq ellərə. Mən ki açmaq istəyirəm sevgilimə ürəyimi. Yağma yağış, yağma yağış, mən görüşə tələsirəm. Həyat, sən nə şirinsən, kim səndən doydu getdi. Gedənlər öz qəlbini
Dünyada buydu gitti. Senden doymak olar mı? Senden doymak olar mı? Gönül verdi ehlimize, biz and içtik döne döne. Amma yine inanmadık, ne sen mənə, ne mən sənə. Bir payız akşamı yağanda gür yağır, saplandı könlüme alovlu bir bakış. Kamaştı gözlerim baktıkça ben ona, gözlerde ne efsun, gözlerde ne mana. Dayan 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 dedim dayan, dayan 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 zaman dayan. Dayan dayan dedim dayan, dayan dayan zaman dayan. Ellerini üzülmenden yarın bir baş giden oldu. Can deyip can eşiderdi, bu ayrılık neden oldu? Ayrılığı eyledi gönlümü daldan gülüm. Kış gibi düşünceler, yaz gibi oyna gülüm. Köyüme kadar yakın sarıldım sahilime. Bunu demek basar ölen sonuna bildiler. Sözə bədii nəfəs verən Vahabzadə poeziyası xalqın səsinə çevrilmişdir. Onun şeirləri təkcə ədəbiyyat deyil, bir məktəbdir. Azərbaycancılıq, milli kimlik, vətən sevgisi məktəbi. Tərəflər sakitdir, qəzəbli deyil. Məhv olan qoy olsun, onlara nə var? İmzalar atılır bir-bir. Elə bir sevgi məktubuna qol çəkir onlar. Atıb imzasını hər kəs var ağa. Əyləşir sakitcə keçib yerinə. Eynəkli cənablar, təsbehli ağa, qalxıb əl də verir bir-birinə. Onların birləşən bu əlləri ilə ayrılır ikiyə, bir ev, bir vətən. Bir deyən olmadı, durun ağalar. Axı bu ölkənin öz sahibi var. Siz nə yazırsınız bəyərdən bəri? Bəs hanı bu yurdun öz sahibləri? Bəs hanı həqiqət, bəs hanı qanun? Vətənin 100 illik yubileyinin keçirilməsi şairin cinsinə verilən yüksək dəyərin göstəricisidir. Onun əsərləri hələ də oxunur, sevdirilir, məktəblərdə tədris olunur. Vahabzadənin poeziyası gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə edir, sözə və sənətdə sevgi aşılamağa davam edir. Nəticə olaraq Bəxtiyar Vahabzadə Azərbaycan ədəbiyyatının əvvəlki zirvələrindən biridir. O, sözün gücünü yalnız bədii təsvir üçün deyil, həm də milli özünlük üçün işlətdir. Onun yaradıcılığı keçmişi anlamağa, bu günü dərk etməyə və gələcəyə inamla baxmağa səbəb olur. Anam namaz üstə, əl açıb göyə, Allaha yalvarır, ya Rəbbim deyə. Sənsən xəlq eləyən göyləri, yeri, candan şirin olur bala, ay Allah. Sən mənim ömrümdən kesib illəri, balamın ömrünə cəla, ay Allah. Bu nədir? Arzuya, diləyə bir bax. Gör bir nələr keçir ana qəlbindən. Çoxdur bu dünyada hədiyyə, ancaq ömürdən hədiyyə görməmişəm mən. İstərəm bir ana, bir bala sözü. Lüğətdə sözlərin önündə gedər. Uca olduğundan ananın özü ucadır, böyükdür hədiyyəsi də. Çoxdur hədiyyələr insan adına. Qiymətli zinətlər, qiymətli daşlar. Ana həyat verir öz övladına, həm də öz ömründən ömür bağışlar. Şəhərli poeziyası təkcə şeir deyil, bu bir xalqın dərdi, arzusu, mübarizəsi, tarixi və sabahıdır. Onun 100 illiyi yalnız bir yubiley deyil, Azərbaycan mədəniyyətinə, milli düşüncəmizə açılan qapıdır. Böyük şairin sözləri daim yaşayacaq. Bir milləti, iki dövlət, eyni arzu, eyni niyyət, hər ikisi cümhuriyyət, Azərbaycan, Türkiyə. Bir ananın iki oğlu, bir ağacın iki qolu, o da oğlu, bu da oğlu, Azərbaycan, Türkiyə. Ana yurtda yuva qurdum, ata yurda könül verdim. Ana yurdum, ata yurdum, Azərbaycan, Türkiyə. Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə. Dinimiz bir,
dilimiz bir, ayımız bir, ilimiz bir, eşkimiz bir, yolumuz bir. Azərbaycan, Türkiyə. Azərbaycan, yaşa, yaşa, Azərbaycan. Azərbaycan, yaşa, yaşa, Azərbaycan. İsrail'e sığınmalı kucaklardır o günler. İsrail'e sığınmalı kucaklardır o günler. Biz dostluğa güvenerek geleceğe adımlarız. Biz dostluğa güvenerek geleceğe adımlarız. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa, Azerbaycan. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa, Azerbaycan. Nefesimiz var efendim, sabirleri ol nefesi. Nefesimiz var efendim, sabirleri ol nefesi. Bahtımızla yaşar bizi, babaların hayal sensin. Bahtımızla yaşar bizi, babaların hayal sensin. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa, Azerbaycan. Azerbaycan, Azerbaycan. Yaşa, yaşa, Azerbaycan. İsrail'e sığınmalı kucaklardır o günler. İndi isə son sözü məktəbimizin direktor müavini Nurani müəllimdir. Üçün daha əziz şəxsiyyətlərdən olmalıdır. Çünki bildiyimiz ki, bizim məktəbi bitirib. Ona görə də bugünkü 100 illiyi ilə bağlı keçirilən tədbirə görə ilk növbədə şagirdlərimizə təşəkkürümü bildirirəm. Hamı çox gözəl çıxış elədiniz. Həmişə aktiv olan şagirdlərimizə xüsusi təşəkkür bildirirəm. Daha sonra kitabxana müdürümüz Kəmalı xanıma, uşaq birliyi rəhbərimiz Gülsün xanıma və ən əsası da arxa planda çox əziyyət çəkən Elnara xanıma təşəkkür bildirirəm. Və ümid edirəm ki, bu tədbirlərin davamı gələcək və biz də gəlib iştirak edib, sizi alqışlayacağıq və həmişə var olun və çalışın siz də necə şəxsiyyətlər barədə belə çıxışlar edirsinizsə, gələcəkdə də həmin şəxsiyyətlər kimi yetişdir. Öpürəm sizi, təşəkkürümü bildirirəm.